din əxlaqdan təəssüf ki, ayrıla bilər. Amma dinin canı əxlaqdır. İnsanlar bunu başa düşməlidir. Əxlaqı da Allah haqqında həqiqət yaradır. Həqiqətsiz əxlaqlı olmaq olmaz. Əxlaq həqiqətə müvafiq yaşamaqdır. Həqiqətə müvafiq həyat tərzi deməkdir. Məsələn, bilirsən ki, ədalət nə deyən şeydir və o ədalətə uyğun həyatı qurursan. Bilirsən ki, yaranış son dərəcə qiymətlidir və ona uyğun həyat tərzi. Hətta özünə hörmət eləməyənlərə belə hörmət edirsən. Bəzən deyir ki, mən ona hörmət eləmirəm, çünki o özünə hörmət qoymur. Yox, əxlaq həm də odur ki, özünə hörmət eləməyənə belə hörmət qoyursan. Özünə zərər vurana belə zərər verməməyə çalışırsan. Ona görə əxlaqı həmişə həqiqətin dərki yaradır. Həqiqətin dərkindən nəsibi yoxdursa, adamda əxlaq yaranmır. O transformasiya baş vermir. Adam yalançı bir etiket sərgiləyə bilər sənin üçün, nəzakət sərgiləyə bilər sənin üçün. O əxlaq deyil. Nəzakəti səndən bir şey qoparmağa çalışan adamlar da sərgiləyə bilərlər.